Artıq bir neçə ay sonra ali təhsil müəssisələrinə tələbə qəbulu başlayacaq. Bəzi abituriyentlər yerli, digərləri isə xarici universitetləri seçəcək. Qəbul yaxınlaşdıqca xaricə tələbə göndərən təhsil şirkətlərinin fəaliyyəti daha da genişlənir. Bu dövrdə belə şirkətlərə maraq göstərən tələbələr də kifayət qədərdir. İnşallah indi Allahın köməyi ilə gedib oxumaq istəyirəm ki, oradakılar görüm, təhsil alım, ola bilsin dövlətə qayıtdım vətənə, mən burada kömək göstərdim. Ətraflı məlumat almaq lazımdır ki, həmən universitetin reytinq səviyyəsi, ümumiyyətlə yəni dünyaca tanınır, tanınmır. Azərbaycan gələndən sonra iş perspektivi var yoxsa yox, onu öyrənmək lazımdır. Bəli, mən uşaqlarımı oxutsam, əgərləri xaricdə araşdıraram, dəqiqləşdirərəm. Əgərləri onların diplomu Azərbaycanda da keçərli olarsa, əlbəttə ki, niyə də ki oxumasınlar? Mütəxəssislər deyirlər ki, bəzi şirkətlər tələbələrə düzgün olmayan məlumatlar verməklə onları aldatmağa üstünlük verir. Belə ki, elə xarici universitetlər var ki, onların diplomları Azərbaycanda tanınmır. Buna baxmayaraq, bu fakt tələbələrdən ya gizlin saxlanılır, ya da yalan məlumat verilir. Universitetlərin Azərbaycan tərəfindən tanınması kifayət etmir. Həmin universitetlər Azərbaycan tərəfindən tanınır. İxtisas ölkəmizdə tanınır. Amma təhsil alma forması bizim numarativ hüquqi aktlara uyğun olmadığı üçün onların diplomları tanınmır. Onlar unutmamalıdırlar ki, universitetin ölkəmizdə rəsmi tanınması, onun təhsil alma formasının da tanınması demək deyil. Qiyabi təhsil alanlar azı 15 gün, əyani təhsil alanlar isə azı 90 gün semestr ərzində həmin ölkənin ərazisində olmalıdırlar. Əgər tələbənin semestr ərzində təhsil aldığı müddət bundan az olarsa, diplomu tanınmasında imtina halı yaşanır. Elə bütün bunları nəzərə alaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyi abituriyent və valideynlərə müraciət edib. Təhsildə Keyfiyyət Təminatı Agentliyi olaraq bildiririk ki, biz heç bir xarici təhsil şirkəti ilə əməkdaşlıq etmirik və onların fəaliyyətinə nəzarət etmirik. Onların fəaliyyətinə nəzarət bizim səlahiyyətlərimiz xaricindədir. Amma biz xaricdəki ali təhsil müəssisələrinə üz tutmaq istəyən gənclərimizə TKT olaraq bir neçə tövsiyə vermək istəyirik. Əvvəla gənclərimizin seçdikləri ixtisasların Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq təsnifatları var, bakalavriat, magistratura pillələri üzrə. Həmin təsnifatlarda yer almalarına diqqət etmələridir. Qeyd eləyək ki, təkcə ötən il 6000-dən çox tələbə diplomu ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edib ki, onlardan 1000-dən çoxuna imtina verilib. Təhsilin normativ müddətində orada olmamasıdır. Ondan sonra akreditasiya ali təhsil müəssisəsidir. Təxminən 100-ə yaxın saxta diplomdur və bunun kimi səbəblərdən imtina qərarı verilmişdir. Təhsilli Keyfiyyət Təminatı Agentliyi bizə edilmiş müraciətlər əsasında ən çox imtina alan və diplomları tanınmayan universitetlərin siyahısı TKT.edu sayfasında yayımlayıb. Mütəxəssislər deyirlər ki, xaricdə təhsil almadan əvvəl tələbələr universitetin beynəlxalq reytinq sırasında yer tutmasını, təhsil alacaqları ixtisasın ölkəmizdə faktiki prioritet ixtisaslar sırasında olmasını yaxşı araşdırmalıdırlar. Həmçinin seçdikləri ixtisasa əmək bazarında tələbatın olması diqqətdə saxlanılmalıdır.